Salam, hər vaxtınız xeyir. 15-ci 3-cü ay 2026-cı il 8-ci siniflər üçün sınaq imtahanı olub, OTK sınağı imtahanı. Onun izahına başlayaq. 31-ci sual. Deməli, birinci 3a üstəgəl 6 bölünsün a kubu üstəgəl 8 kəsiri verilib. Sürətdə 3-ü ortaq vuruq ki, mötərizə xaricinə çıxardaq. Məxrəcdə isə kublar cəmi kimi açaq. Deməli, a kvadratı çıxılsın 2a üstəgəl 4. Bərabərdir. Bunlar ixtisar gedəcək, qalacaq. A kvadratı çıxılsın 2a üstəgəl 4-də 3 olacaq. A variantı. Deməli, 32. Kök altında 32 üstəgəl kök altı 50 çıxılsın 2 kök altında 18. Bərabərdir. Kök altında 32-ni yazıram 2 vurulsun 16 üstəgələk. 50-ni yazıram 2 vurulsun 25 çıxaq. 2 kök altında 18-i vururam 2 vurulsun 9 kimi. Bərabərdir. 16-dan 4 çıxacaq. 4 kök altında 2 üstəgəl. 25-dən 5 çıxacaq. 5 kök altında 2 çıxılsın. 9-dan 3 çıxacaq və 3-ü qarşıdakı 2-yə vuranda olacaq 6 kök altında 2 bərabərdir. 9, 3 kök altında 2 olacaq. C variantı. Baxaq 33-ə. 33-də düzbucaqlının diaqonalları arasında qalan bucaq 50 dərəcədir. Bir dənə düzbucaqlı çəkək və diaqonallarını qeyd eləyək. Deməli, bunun bucaqları arasında qalan, diaqonalları arasında qalan bucaq 50 dərəcədir və bu bərabər yanlı üç bucaqdır. Bərabər yanlı üç bucaqda oturacaqdakı bucaqlar bir-birinə bərabər olduğuna görə və ümumi bunu adlandıraq A, B, C, D, bir də O. C, O, B üçbucaq olduğuna görə və onun bucaqlarının cəmi 180 dərəcədir. 180-dən 50-ni çıxırıq və 2-yə bölürük. Olacaq 65, 65. Bir bucağı düz bucaq olduğuna görə indi bizdən soruşur onun diaqonalı ilə böyük diaqonal ilə bu diaqonal ilə böyük tərəf arasındakı bucağı, yəni bu bucağı soruşur bizdən. Bir bucağı 90 dərəcədir. 90-dan 65-i digər tərəfdədirsə, ABD hissəsi olacaq 65 dərəcəni çıxsaq olacaq 25 dərəcə. Yəni bizdən soruşulan bucaq 25 dərəcədir. 34-ə baxaq. 34. Deməli, x üstəgəl 4-ün kvadratı bərabərdir 49. Biz bunu müxtəsər vurma düsturunun açılışı ilə də yaza bilərik, amma elə yazmayacağım. Bu dəfə x üstəgəl 4 bərabərdir. Bir dəfə 7-yə, x üstəgəl 4-ü bir dəfə mənfi 7-yə bərabər edirik. Çünki bu yol daha asan yoldur. X bərabərdir 3, x bərabərdir mənfi 11. Deməli, olacaq 3 və mənfi 11. Cavab C variantı. Daha sonra 35-ci suala baxaq. 35-də x kvadratı çıxılsın 6x çıxılsın 16 çoxhədlisin vuruqlarından aşağıdakılardan deyir hansı bu çoxhədlin vuruqlarından biridir. Biz bunu Viet teoremi ilə də yaza bilərik, diskriminantla da yaza bilərik, yəni kvadrat tənliyin düsturu ilə də yaza bilərik. Mən isə burada bunu bu dəfə belə yazacağım. Deməli, vuruqları ayırma ilə yazıram. X kvadratı çıxılsın 6x yazacağım 2x üstəgəl 2x çıxılsın 8x kimi yazacağım. Çünki bu bizə mənfi 6x verir. Çıxılsın 16. Bərabərdir. Deməli, burada bu hissədən x-i mötərizə xaricinə çıxardıram. Digər tərəfdən də mənfi 8-i mötərizə xaricinə çıxardacağım. Deməli, buradan x-i çıxarsam mötərizə xaricinə qalacaq x üstəgəl 2. Digərində mənfi 8-i mötərizə xaricinə çıxarsam x üstəgəl 2 qalacaq. Bərabərdir. Yenə buradan ortaq vuruq çıxarsaq, x üstəgəl 2-ni ortaq vuruq çıxarsaq, qalacaq x çıxılsın 8. Və deyir ki, vuruqlardan hansıdır? X çıxılsın 8, yəni A variantı bu vuruqlardan biridir. Baxaq 36-cı tapşırığa. 36. Bir düz xət üzərində verilmiş ABC nöqtələri üçün bir dənə düz xət çəkim. Deməli, A, B, C.
ABC nöqtələri üçün AC çıxılsın BC 8-dir. Yəni bu verilən ifadəni yazın. BC bərabərdir 8. Buradan AC bərabərdir 8 üstəgəl BC. BC-yə 1x desəm, AC bərabər olacaq 8 üstəgəl x-a. BC-yə x desəm, AC 8 üstəgəl x olacaqsa, əgər 8 üstəgəl x olacaqsa, deməli bu AB-yə düşəcək 8. Cavab olacaq Y variantı. 37. Hündürlüyü 12 cm olan bərabər tərəfli üçbucağın bütün medianlarının uzunluqları cəmini tapın. Bir dənə bərabər tərəfli üçbucaq çəkirəm. Bərabər tərəfli üçbucağın hündürlüyü 12-dir. Yəni onun hündürlüyünü qeyd edək. 12. Bərabər tərəfli üçbucağın bütün medianlarının uzunluqları cəmini tapın. Deməli, bir dənə olacaq bu 60 dərəcə. Biz bilirik ki, bərabər tərəfli üçbucağın bütün bucaqları 60 dərəcədir. Təpədən çəkilən hündürlük həm median, həm tənböləndir. 30-60 olacaq. Deməli, və biz bilirik ki, bərabər tərəfli üçbucaqda hündürlük, median, tənbölən bir-birinə bərabərdir. O zaman bütün medianların, bir median uzunluğu 12-dirsə, bütün medianların uzunluqları cəmi 36 olacaq. Cavab C variantı. 38-də ən kiçik iki rəqəmli sadə ədədlə ən böyük iki rəqəmli cüt natural ədədin cəmini tapın. Ən kiçik iki rəqəmli sadə ədəd. Yəni iki rəqəmli ədədlər 10-dan başlayır, amma ən kiçik sadə ədəd 11-dir. Ən böyük iki rəqəmli cüt natural ədəd. Ən böyük iki rəqəmli ədədimiz 99-dur, amma ən böyük iki rəqəmli cüt dediyinə görə bu olacaq 98. Və bunların cəmini soruşur bizdən 9, 109 olacaq. Cavab B variantı. 39-da 0,5 dövrdə 6 kəsini ixtisar olunmayan adi kəsir şəklində yazın və bu kəsin sürəti ilə məxrəcinin cəmini tapın. Bərabərdir. Biz bunu hələ adi kəsirə çevirək. Bilirik ki, mötərizədəki ədədlərin sayı qədər 9, mötərizədən kənardakı ədədlərin sayı qədər 0 yazırıq məxrəcə. Sonra 56 olaraq oxuyuruq və kənardakı bu 5-i çıxmalıyıq. Və olacaq 90-da 51 bərabərdir. Bizə deyir bunu ixtisar olunmayan kəsir şəklində göstərin. 90-da 51-i də 3-ə ixtisar etsək, olacaq 30-da 17. Və bu kəsin sürət və məxrəcinin cəmini tapın. 30 üstəgəl 17 bərabərdir 47 olacaq. Cavab Y variantı. 40. A çıxılsın B bərabərdir 2,8. 4,2 çıxılsın A üstəgəl B ifadəsinin qiymətini tapın deyir. Bərabərdir. 4,2 çıxaq. Mənfini mötərizə xaricinə çıxardıram. Qalacaq A çıxılsın B. Və A çıxılsın B-nin də qiymətini bilirəm. 4,2 çıxaq 2,8. O da eləyəcək 4. 3-dən 2 çıxanda 1,4. Cavab B variantı. 44-ü 40-ı yazdıq. Keçək 41-ə. 41-də deməli burada sistem tənlik verilib. Tənliklər sistemi verilib. Yazıram 2x üstəgəl 3y bərabərdir 13. 5x üstəgəl 2y bərabərdir 16. Bizdən x, y hasilini istəyir. Biz ilk öncə elə ədədə vuraq ki, bunlardan heç olmasa y yaxud x-ları yox eləmək mümkün olsun. Məsələn, birincini vuraq, burada y-ləri yox eləmək üçün 2-yə vuraq, mənfi 2-yə vuraq, bunu isə 3-ə vuraq. Deməli olacaq, mənfi 4x çıxılsın 6y bərabərdir mənfi 26. Bu da olacaq 15x üstə gələk 6y bərabərdir 48. Və biz bunu tərəf-tərəfə toplasaq, bunlar gedəcək. Olacaq mənfi 4x üstə gəl 15x, olacaq 11x bərabərdir 48-dən də 26 çıxanda olacaq 22. X da bərabərdir 2-yə. X bərabərdir 2. İndi y-i tapaq. Gətirə birincidə yerinə qoyaq. 2 vurulsun 2 üstə gəl 3y bərabərdir 13.
4 üstə gəl 3y bərabərdir 13. 3y bərabərdir 9. Y də bərabərdir 3 olacaq. X, Y hasilini soruşursa olacaq 2 vurulsun 3 bərabərdir 6. A variantı. Sonra 42-yə baxaq. 42-də faiz məsələsidir. 40%-ə 30-a bərabər olan ədəd tapın. Faizinə görə ədəd tapanda bilirik ki, ədədi vururuq 100-ə, bölürük faizə. Faiz göstərən ədədə. Deməli, bunlar ixtisar gedəcək, bunlar da ixtisar gedəcək. 25 bərabərdir 75 olacaq. Cavab C variantı. 43. Deməli, bir çevrə verilib, mərkəzi O nöqtəsində yerləşən bir çevrə verilib və həmin verilən hissələr B, O, B radiusları göstərək. A, bir də C. BO üstəgəl, BO üstəgəl, AO üstəgəl CO bərabər 24-dür. Biz bilirik ki, bunlar radiuslardır. Deməli, 3R bərabərdir 24-dürsə, R də bərabərdir 8 olacaq. Və çevrənin uzunluğunu soruşur. C bərabər 2pi R düsturundan C bərabər 2 vuraq pi vurulsun 8 bərabərdir 16 pi olacaq. Cavab A. 44-də baxaq. Afərin sözünün hərfləri çoxluğu S, Fərid sözünün hərfləri çoxluğu H olarsa, N, S birləşmə H-ı tapın. Deməli, birləşmə H-ı tapın. Bir dənə Venn diaqramı çəkək. Burada afərin sözü budur, yəni afərin. Burada isə H, yəni qeyd etsək Fərid. Bunların ortaq hərfləri hansılardır? Hər birində ortaq ə var. Ortaq ə var burada. Deməli, ə, i var. Daha sonra bir də r var. Afərin sözündə ə, i, bir də r getdi. Buraya yazıram a, f, bir də n. Digərində isə hər birində həm də f var. F-nı silək buradan. F-nı buraya yazaq. Deməli, burada isə F, Ə, R, I-ni yazdıq. Buraya isə D yazaq. Bizə də deyir ki, N, S birləşmə H bərabərdir. Olacaq, kəsişməsi olub 1, 2, 3, 4 dənə. 4 dənə element kəsişmədədir və birləşməsi ümumi sayını tapırıq 4, digərində isə 3 dənə olacaq 7. A variantı. Yəni, eyni olanları bir dəfə sayırıq. Daha sonra 45-ə baxaq. 45. Deməli 0 tam, deməli 1, 2, 3, 4, 5. 5 dənə 0, 25. Ədədinin tərtibini tap. Deməli bu ədədin tərtibini tapmaq üçün biz nə edirik? Bilirik ki, qiymətli hissə, ədədin qiymətli hissəsi 1 və 10 arasında olmalıdır. Və tərtib isə n ilə işarə olunur, yəni 10 üstü n ilə. Biz bunu 1 və 10 arasına gətirmək üçün bu vergülü 1 addım 2, 3, 4, 5, 6 addım gətirməliyik, 2-nin yanına sürüşdürməliyik. Olmalıdır. 2 tam 10-da 5 vuraq 10 üstü kiçik ədəddir, çünki sağa doğru sürüşdürdüyümüzə görə mənfi 6 olacaq. Deməli, bu ədədin tərtibi mənfi 6-dır. A variantı n bərabərdir mənfi 6. Daha sonra 46-ya baxaq. A parametrin hansı qiymətində modulda x çıxılsın 3 bərabərdir 8 tənliyinin köklərindən biri A bölünsün x çıxılsın 11 bərabərdir mənfi 2 tənliyin kökü olar. İndi biz modul tənliyi həll edək. X çıxılsın 3 bərabərdir 8, bir dəfə də x çıxılsın 3 bərabərdir mənfi 8 tənliyini həll etməliyik. Buradan x bərabərdir 11, digər tərəfdən x bərabərdir mənfi 5 olacaq. İndi A parametrin hansı qiymətindədir? X-in qiymətlərini yerinə qoyaq, A-nın qiymətini tapaq. Deməli, A bölünsün. Bir dəfə 11 qoyacağım. 11 qoya bilmərəm. Niyə?
Çünki x 11 qoysam əgər məxrəc 0 olacaq. Biz də bilirik ki, məxrəc 0 olmaz. Deməli, x bərabərdir 11 kökü ödəmir. Biz yalnız x-in yerinə burada -5 qoya bilərik. O da olacaq 11, -5 çıxılsın 11 bərabərdir. -2 a bölək -16 bərabərdir. -2 a da bərabərdir 32-yə. A parametrinin hansı qiymətində? Deməli, 32 qiymətində bu tənliyin kökü olar. Tənliyin köklərindən biri bu tənliyin kökü olar. Deməli, biz yalnız orada x bərabərdir -5 qiymətini qoya bilərik. Daha sonra baxırıq 47-ci məsələyə. Deməli, 3 litr boya ilə 72 kvadrat metr divar rənglənir. 72 kvadrat metr divar rənglənir. 480 kvadrat metr divarı rəngləmək üçün eyni boyadan neçə litr lazımdır? Və burada tənasib qrup həll edirik. 3 vurulsun 480 bölək 72 olacaq 24. O da eləyəcək 20. Daha sonra 48-ə baxaq. M parametrin hansı qiymətində bu bir hədlinin dərəcəsi 13 olar? Deməli, 5x kvadratı y 2m üstəgəl 3. Bir hədlinin dərəcəsi 13 olar. Biz də bilirik ki, bir hədlinin dərəcəsi natural üstü qüvvət olmalıdır. Məxrəcdə dəyişən olmamalıdır. Ona görə burada 2m, yəni bu bir hədlinin qaydasını xatırlatdım sizə. Amma burada qaydaya heç əslində çox da yanaşmayıblar. Sadəcə m-in qiymətini soruşur. Deməli, biz bu bir hədlinin dərəcəsini tapmaq üçün x-in və y-in qüvvətlərini toplayırıq. 2m üstəgəl 3 bərabərdir 13-ə bərabər edirik. O da olacaq 2m üstəgəl 5 bərabərdir 13. 2m bərabərdir 8, m də bərabərdir 4 olacaq. Sonra 49. Orta xətti 18 oturacaqlarından biri digərinə 20 vahid böyük olan trapesiyanın böyük oturacağını tapın. Bir dənə trapesiya çəkirəm. Deməli, orta xətti 18-dir. 18. Oturacaqlarından biri digərindən 20 vahid böyükdür. Bura bir x olsun, digəri x üstəgəl 20 olsun. Trapesiyanın böyük oturacağını tapın. Biz trapesiyanın qaydasını bilirik ki, deməli, trapesiyada oturacaqlarının cəminin yarısı orta xəttə bərabərdir. Yəni, x üstəgəl 20 bölünsün 2 bərabərdir 18. 2x üstəgəl 20 bölək 2 bərabərdir 18. 2x üstəgəl 20 bərabərdir 36. 2x bərabərdir 16. X də bərabərdir 8 olacaq. Trapesiyanın böyük oturacağı 8 üstəgəl 20 bərabərdir 28. 50-ci sual. Bucaqlarının dərəcə ölçüləri 2 bölünsün 3 nisbətində olan paralleloqramın kiçik bucağının dərəcə ölçüsünü tapın. Bir dənə paralleloqram çəkirəm. Deməli, bucaqlarının dərəcə ölçüsü 2-nin 3-ə nisbətindədir. Yəni, bilirik ki, paralleloqramın qarşı bucaqları bir-birinə bərabərdir. Nə zaman 2-nin 3-ə nisbətində ola bilər? Əlbəttə ki, bu qonşu bucaqlar 2-nin 3-ə nisbətində olacaq. 2x və 3x kimi göstərsək, deməli, və biz bilirik ki, qonşu bucaqlarının cəmi də 180-ə bərabərdir. Olacaq 5x bərabərdir 180, x də bərabərdir 36 dərəcə. Kiçik bucağın dərəcə ölçüsünü soruşur, 2x-ə vuracaq, yəni 2 vurulsun 36 dərəcə bərabərdir 72 dərəcə. Sonra 51. Hər hansısa bir, deməli, bir ifadə verilib. 2 kök altında 5 çıxılsın 3-ün mötərizə kvadratı üstəgəl 12 kök altında 5 bərabərdir. Bu ifadəni, mötərizədəki ifadəni müxtəsər vurma düsturu ilə açaq. 2 kök altında 5-in kvadratı olacaq 4, 4'ü də 5'ə vuranda 20 çıxılsın. 2 kök altında 5'i vururuq. 2 kök altında 5'i vururam mənfi 3'ə. Olacaq mənfi 6 kök altında 5. Onun da 2 misli olacaq 12 kök altında 5
Və mənfi 3-ün kvadratı olacaq 9. Üstəgəl 12 kök altında 5 və bunlar islah gedəcək. Olacaq 20 üstəgəl 9 olacaq 29. Sonra 51-ci sual. 51-i yazdıq. İndi 52-ci suala baxaq. 52. Deməli, sistem tənlik verilib yenə. 4x üstəgəl 3y bərabərdir c. Ax üstəgəl 12y bərabərdir 20. Sistem tənliyin sonsuz sayda həlli olarsa, nə zaman sistem tənliyin sonsuz sayda həlli olar? 4 bölünsün a bərabərdir 3 bölək 12 bərabərdir c bölək 20. Yəni, x-in, y-in və əmsalları bir-birinə bölünəcək. Burada deməli yazdıq belə. Biz buradan a-nı tapa bilərik. 3a bərabərdir 48-ə, a da bərabərdir 16-ya. Buradan isə belə tapsaq, deməli 12c çarpaz vursaq 12c bərabərdir 60, c də bərabərdir 5-ə. A və c parametrlərinin cəmini soruşur. 16 üstəgəl 5 bərabərdir 21. 53-cü sual. Perimetri 36, tərəfləri 5, 5, 8 nisbətində olan bərabər yanlış bucağın kiçik hündürlüyünü tapın. Deməli, bir dənə bərabər yanlış bucaq çəkirəm. Tərəfləri 5x, 5x, 8x. Perimetri 36-dır. Bunları perimetrini tapaq. 5x üstəgəl 5x üstəgəl 8x bərabərdir 36. 10, 18x bərabərdir 36. X də bərabərdir 2-yə. Deməli, bu tərəf bərabərdir 10-a. 10, bir də bunu yenidən çəkim. Üstündə işləməyim. Boş bucağı yenidən çəkim. Olacaq 10, 10, 8, 2 vuranı 16. Və üçbucağın kiçik hündürlüyünü soruşur bizdən. Deməli, buradan bir hündürlük endirsək, bu endirsək hündürlük. Bu hündürlük həm median, həm tən böləndir. Median olduğuna görə 8, 8 olacaq 6. Elə kiçik hündürlüyü bu olacaq 6. Tərəfi 10-a bərabər olan ABCD rombunun nöqtələri bir-birinə xaricdən toxunan konqruent çevrələrin mərkəzində yerləşir. Bu çevrələrin uzunluqları cəmini tapın. Deməli, biz burada bir dənə rombu çəkək. Biraz oxşatdıq. Deməli, əsas odur mərkəzlərini göstərək. Burada mərkəzləri yerləşir. Deməli, qeyd eləyək. A, B, C, bir də D. Tərəfi 10-a bərabər olan ABCD rombudur. Və düzdür, şəklimiz o qədər də oxşamasa da, amma elə bil bu ortadan keçəcək. Yəni, bu olacaq 5, 5, 5, 5 böləcək. Xaricdən toxunan konqruent çevrələrin mərkəzində yerləşir. Bu çevrələrin uzunluqları cəmini tapın deyir bizə. Bu çevrələr bir-birinə konqruentdir. Yəni, bir-birinə həm oxşar, həm bərabərdir. Ona görə burada olacaq bir çevrənin uzunluğunu tapaq və 4-ə vuraq. Çünki 4 dənə oxşar çevrə var burada. C bərabərdir 2 pi. R düsturundan 5-ə vurarıq. Olacaq 10 pi. Onu da vuraq 4-ə olacaq 40 pi. Belə. Daha sonra baxaq 55-ci məsələyə. Hər birinin maya dəyəri 120 manat olan 2 eyni məhsuldan biri 30% qazançla, digəri 10% ziyanla satılmışdır. Bu iki məhsulun satışından nə qədər gəlir əldə olunmur? Deməli, hər birinin maya dəyəri 120 manat olan 2 dənə eyni məhsuldur. Biri A məhsulu, bir də B məhsulu. 120 manat olan 2 eyni məhsuldan 30% qazançla, deməli, maya dəyəri 120 manatdırsa, olacaq bu 100%. 130% qazancla satılıbsa, baxaq görək neçə manata satılıb. Sadə formada yazıram. 120 vuraq 130 bölək 100 bərabərdir 56.
Deməli 56 manat qazanc əldə olunub. Digərində isə 120 100%dirsə 10% yanına 90 manat 90% yazacağım. Deməli x da y də bərabərdir. 120 vuraq 90 bölək 100. Bunlar gedəcək. Olacaq 108. Yəni əvvəl burada 156'dır bu. 120 manat idi. 120 manat idi. Oldu 156 manat. Deməli 156'dan çıxıram 120 manatı olacaq 36 manat. 36 manat gəlir burada əldə olunub. Digərində 120 manat idi. 108 manata satılıb. Yəni burada ziyan olub. Ona görə 120'dən də 108'i çıxanda 12 manat gəlir əldə olacaq. Bu iki məhsul satışına nə qədər gəlir əldə olunub? Gəlir əldə olunub 36 üstə gəl 12 olacaq 48 manat. Və bitdi. Bu qədər uşaqlar. Sağ olun.